Ադրբեջանում խոսքի ազատությունը սահմանափակվում է ոչ միայն քաղաքական ընդդիմադիրների, այլ նաև ցանկացածի նկատմամբ, ով համարձակվում է բարձրաձայնել սուր եւ արգելված թեմաների մասին, այդ թվում Արցախի մասին։ Այսօր ադրբեջանցի քաղաքական ակտիվիստ Ռահիմ Շաֆիևի հետ կխոսենք Ադրբեջանում ընդդիմադիրների, անկախ լրագրողների եւ ակտիվիստների դեմ քաղաքական ճնշումների մասին։ Կփորձենք հասկանալ, թե ինչ է նշանակում ապրել վերահսկվող տեղեկատվական միջավայրում եւ վախի մթնոլորտում։ سلام رحیم Bey, gelin birbaşa mövzuya keçək və birinci sualım budur ki, son illərdə Azərbaycanda müxalifət nümayəndələrinə və siyasi fəallara qarşı artan təzyiqlər müşahidə olunur və sizcə bu repressiyaların əsas səbəbi nədir və Azərbaycan hakimiyyəti nədən qorxur? İlk növbədə məsuliyyət elə Azərbaycan müxalifətinin özündədir. Çünki hazırki hakimiyyəti Heydər Əliyevə verən hazırki Azərbaycan müxalifəti olub. Bu onların səhvidir və daha sonraki strateji səhvlərdə onların talışlara və ermənilərə qarşı durması, dəstək olmaq yerinə daha da onların repressiyasına kömək etməsi, hakimiyyətlə birgə olması buna gətirib çıxarıb ki, müxalifət özü hazırda çox gözlənilməz, çox repressiv bir vəziyyətə düşübdür. Düzdür, burada gənclər də var, hansı ki mən onları tanıyıram. Onlar bu repressiyaları heç haqq etmir. Amma İlham Əliyevin əsas məqsədi tamamilə təcrid olunmuş Türkmənistan tipində bir ölkə yaratmaqdır. Yəni totalitar bir hakimiyyət yaratmaqdan ibarətdir. Və bunun üçün də o bütün özünə qarşı olan birlik və yaxud da ideoloji qolları qırmağa çalışır. Yəni eyni zamanda həm ermənilərə qarşı çalışır, həm talışlara, həm də müxalifətə qarşı. Və burada problemli məsələ bu güclərin bir-birinə qarşı istifadə olunmasıdır həm də. Biz bundan yayınmalıyıq. Mən bunu hər zaman bildirmişəm ki, müxalifət ermənilərə qarşı, talışlara qarşı düşüncələrini dəyişməlidir. Hakimiyyətlə eyni mövqedən çıxış etməməlidir. Əks halda indi gördüyünüz kimi bu onların da ziyanlı olacaqdır. Və ikinci sualım məhkəmə sistemi barədə. Hüquq mühafizə orqanları və məhkəmə sistemi siyasi təzyiq aləti kimi hansı dərəcədə istifadə olunur? Azərbaycanda hüquqi sistem ümumiyyətlə siyasi məsələlərdə tamamilə fəaliyyətsizdir. Artıq deyə bilərəm ki, digər məsələlərdə belə biz məhkəmə sisteminin gücsüz olduğunu görürük. Yəni məişət məsələləri belə, yəni iki qonşu bir-biri ilə deyib tutalım ki, bir-birlərinin məsələsini məhkəmədə rüşvətlə həll edirlər. O ki qaldı siyasi məsələyə, burada ümumiyyətlə İlham Əliyevdən başqa, hakimiyyət nümayəndələrindən başqa heç kimin sözü keçmir. Məhkəmə Azərbaycanda təəssüf ki, heç bir hüquqi əhəmiyyəti olmayan bir qurumdur. Siyasiləşmiş bir qurumdur. Müstəqil deyil və Azərbaycanda məhkəmədən hər hansısa bir haqlı bir qərar, hüquqi bir qərar gözləmək çətin məsələdir. Yəni bir ay öncə İlham Əliyev beynəlxalq qanunları və qatıldığı konvensiyaları təkzib etdi hətta. Yəni bildirdi ki, bunlar bizə aid deyil. Biz onlara tabe olmaq məcburiyyətində deyilik. Yəni Əliyev açıq şəkildə Azərbaycanın qatıldığı bütün hüquqi prosedurları, konvensiyaları təkzib edir. Ölkə içində də məhkəməni özünə işləyən bir oyuncaq bir qurum kimi saxlayır. Və mən inanmıram ki, insanların birlikdə rəyi olmasa məhkəmə sistemi düzgün fəaliyyət göstərəcəkdir. Təşəkkür edirəm. Üçüncü sualım Artsaq məsələsi barədə. Bakı hakimiyyəti Artsaq məsələsi tənqidi səslər susturmaq üçün hansı metodlardan istifadə edir bugün müharibədən sonra? Təbii ki, propagandadır. Yəni Azərbaycan hakimiyyətinin ilk gücü onun fiziki gücüdür. Yəni ordudan istifadə edir və ordu girməyən yerə də propagandadan istifadə edir. Bugün media və təhsil sistemində kütləvi şəkildə propaganda var və İlham Əliyev çalışır ki,
bu propaganda ilə Azərbaycan əhalisini ermənilərə qarşı daha da düşmən bir mövqeyə gətirsin. Onların fikrini Azərbaycanın daxilindəki problemlərdən yayınsın. Yəni nə vaxt biz hər hansısa bir sosial və yaxud da ictimai siyasi problemin həllindən danışırıqsa, dərhal bura erməni məsələsi atılır, Artsaq məsələsi atılır. Bu həmişə belə olub, daha əvvəl də, indi də. Yəni misal üçün, əgər ölkədə bir siyasi problem varsa, dərhal bu ermənilərin üzərinə gətirilir. Halbuki ermənilər və yaxud da Artsaqın burada edilə biləcəyi heç bir şey yoxdur. Bu bir propaganda növüdür. İlham Əliyevə sərf edən bir propaganda növüdür və keçmişdə işləmiş bir propaganda növüdür. Və əgər biz bu propagandanın qarşısını alarsaq, həm Azərbaycanın ictimai problemləri, siyasi problemləri həll olunar, həm də Artsaq məsələsi həll olunardı. Ve sonuncu sualım, Qərbi Azərbaycanlılar adlanan mövzu ilə bağlı. İlham Əliyev deyəndə ki, Qərbi Azərbaycanlılar güya Ermənistana qayıtmalıdırlar və sizcə bu gün öz yurdlardan, öz evlərindən zorla köçürülən Artsaq erməniləri nə etməlidirlər? Başa düşdüm sualınızı. İlk növbədə əgər biz kiminsə harasa qayıtmağından danışırıqsa, ölkədə nifrət nitqinin, hate speech-in azaldılmasını görməliyik, xüsusən də dövlət tərəfindən. Misal üçün, Paşinyan açıq şəkildə çox gözəl çıxışlar edib, Azərbaycanlılara rəğbət hissi oyadan çıxışlar edib, sülhə meyilli çıxışlar edib. Amma biz bunu İlham Əliyev tərəfindən görməmişik. İlham Əliyevin hər hansısa bir addımı yoxdur ki, ermənilərlə bir yaşayışı təbliğ etsin. Əksinə, məktəblərdə ya da ermənilərə qarşı ciddi nifrət nitqi var. Azərbaycanlı uşaqları nifrətlə böyüdürlər. Yəni bir uşaq məktəbə gedir, ermənilərə qarşı hər hansısa bir propagandanı görür, sonra evə gəlir, televiziyanı açır, TV-ni açır və orada da ermənilərə qarşı təbliğat gedir. Kitab oxuyur, orada ermənilərə qarşı nifrət nitqi var. Biz burada hansı bircə yaşayışdan danışa bilərik? Bəli, Azərbaycanlılar və ermənilər bircə yaşaya bilər. Mən bunu təklif eləmirəm. Yəni Rusiyada, Gürcüstanda və yaxud da başqa ölkələrdə, Amerikanın özündə belə ermənilər və Azərbaycanlıların dostluğu var və bunu mən özüm də şahid olmuşam. Mənim dostlarım da var, erməni dostlar. Amma Azərbaycanda bu mümkün deyil və əsas səbəbi də İlham Əliyevin hakimiyyəti ilə bağlıdır. Azərbaycan hakimiyyətinin siyasəti ilə bağlıdır. Və əgər İlham Əliyev istəyirsə ki, Azərbaycanlılar Ermənistana getsin, ilk növbədə onların beynini zəhərli ideologiyalarla doldurmağa dayandırmalıdır. Digər tərəfdən, özü bir jest etməlidir. Nəinki Artsaqda. Həmçinin Sumqayıtda, Bakıda yaşamış ermənilər var idi. Mən özüm Sumqayıtda böyümüşəm və Sumqayıtda minlərlə erməni yaşayıb. Onların geri qayıtması üçün şərait yaratmalıdır. Ancaq bu jest edildikdən sonra biz Azərbaycanlıların Ermənistana gedə bilməsindən danışa bilərik. İlk növbədə ermənilər Azərbaycana rahat səfər etməyi bacarmalıdır. Daha sonra biz hər hansısa bir iddia ilə Azərbaycanlıların Ermənistana getməsini qaldıra bilərik. Çox təşəkkür edirəm Rəhim bəy. Տարածաշրջանում տեղի ունեցող իրադարձությունները լիովին հասկանալու համար կարևոր է լսել ոչ միայն հայկական կողմին, այլ նաև հարևան պետության ներսում ապրող այն քաղաքացիներին, ովքեր համարձակվում են բացահայտել իրենց երկրի լրացված խնդիրները։ Նրանց ձայնը օգնում է մեզ ավելի ամբողջական տեսնել պատկերը։ Մենք կփորձենք հենց ներսից ներկայացնել այն, ինչ տեղի է ունենում Ադրբեջանում, հատկապես հայատյացության եւ դրա համակարգային դրսևորումների շրջանակում։